Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərə Temudan gələn yeni məhsullarımı göstərəcəm. İlk öncə belə bir kabro ilə başlayaq. Əslində bu qədər kabro almağıma baxmayın, bir kabrodan istifadə edirəm. Davamlı kabroları dəyişmirəm. Sadəcə xoşuma gəlir, alıram. Nə vaxtca istifadə etdiyim kabro pis günə düşərsə, o zaman dəyişirəm. Düzdür, bundan o qədər də xoşum gəlmədi. Düzdür, materialı yaxşıdır, görüntüsü yaxşıdır, amma mən bəyənmədim. Daha sonra özümə belə bir rubaşka yaxalığı almışam. Qanat formasındadır. Zəncir var ortasında. Yəni rubaşkanın yaxasına taxanda çox gözəl görsənir. Hər dəfə vurğulayıram mən bunu. Rubaşka yaxaları rubaşkaya məncə ayrı bir gözəllik qatır. Məncə kimlər ki belə bir məhsuldan xoş gəlirsə, məsləhət görürəm ki, sifariş versin. Daha sonra özümə belə bir 5'li fırça sifariş vermişəm. Fırçanın tüyləri çox yaxşıdır. Kim istəsə sifariş verə bilər, məsləhət görürəm. Daha sonra belə bir məhsul almışam. Əslində bu şotkadır. Yəni bu nə üçündür? Bunun içərisinə şampunu doldurursunuz, knopkasını basırsınız. Ayaqqabını rahat yuya bilməkdən ötürü bir məhsuldur. Belə baxanda yaxşıdır, rahatdır, amma şotkasının ucunu çox bəyənmədim. Çox sərtdir. Yəni elə sərtlikdə də məncə lazım deyil. Biraz yumşaqlıq olmalıdır. Təmizləməyinə qalanda 50-50-yə təmizləyir. Yəni kim istəsə ala da bilər, almaya da bilər. Yəni çox məsləhətli bir məhsul deyil. Daha sonra özümə belə bir fərqli dəst üzüyü sifariş vermişəm. Bunun da tərkibi gümüş tərkiblidir. Yəni rəngi getmir, qaralmır, onu deməyə çalışıram. İçərisində probları yoxdur. Bəzi üzüklərdə olur, bəzilərində olmur, amma rəngi getmir. Rəngi qaralmayandır. Bu üzükləri kim istəyir ala bilər. Daha sonra belə bir məhsul almışam. Bu da barmağınızın razmerini ölçməkdən ötürüdür. Yəni metrə kimi bir şeydir. Neçə razmer olduğunu rahat ölçüb üzük sifariş verə bilirsiniz. Məncə rahat məhsuldur. Kim istəsə ala bilər. Daha sonra özümə belə bir minimal çanta sifariş etmişəm. Bu çantadan da çox xoşum gəldi. Çantanın qoruma parçası cırıq gəldi. Bu düzdür, fərqli bir şey taxıb istifadə edə bilərəm. Yəni bu o qədər də vacib deyil. Əsas odur ki, çanta möhtəşəmdir. Yəni çantadan həqiqətən çox xoşum gəldi. İçərisi də yəni özünə görə istifadəsinə rahatdır. Yəni genişliyinə görə deyirəm, çox rahatdır. Yəni mən görüntü olaraq da, material olaraq da, yəni hər cəhətdən çantanı çox sevdim. Yenə də deyirəm, Temunun çantaları, ayaqqabıları, kabroları mənə görə çox yaxşı gəlir. Kimlər ki sifariş etmək istəsə edə bilər. Yəni çantanın ipi də, zənciri də, özü də çox gözəldir. Çantanın fərqli rəngləri var idi. Düzdür, mən qara rəng xoşladığıma görə qara rəngini sifariş etmişəm. Kimlər ki istəsə fərqli rənglərini sifariş edə bilərlər. Daha sonra özümə belə bir yazda, payızda geyinməlik vetrovka sifariş etmişəm. Düzdür, materialı yaxşıdır, görüntüsü də yaxşıdır. Amma şəkildəki kimi deyil. Yəni şəkildəki kimi deyil, bunu deyirəm ki, şəkildə qızın əynində çox gözəl görsənirdi, kip görsənirdi, şux görsənirdi. Amma sifariş verəndən sonra elə gəlmədi. S razmeri sifariş vermişəm. Belə material əzilmiş kimi görsənir. Bu da mənim xoşuma gəlmədi. Şəkildə amma daha qəşəng görsənirdi. Qızın əynində kip qalırdı, şux idi. Amma mən sifariş verdiyim elə gəlmədi. Biraz uzun idi, amma gələn o qədər də uzun deyil. Biraz gödəkdir şəkildəkindən. Yəni hayallər həyat yaşadım belə deyərdim. O şəkildə görüb bəyəndiyim məhsulu göndərsəydilər çox məmnun olardım, amma onu göndərmədilər. Daha sonra fərqli bir üzük modeli sifariş vermişəm. Burada da yenə də dediyim kimi bir üzük xoşuma gəlir. Məcbur olub bütün naboru sifariş verirəm dəst halında. Bunlar da gümüş tərkiblidir. Bunların da rəngi getmir. Heç birində prob yoxdur. Mənim xoşuma gəldi. Yəni dəst halında kimlər istəsə sifariş verə bilər. Daha sonra belə bir məhsul sifariş vermişəm. Bu məhsuldakı bilək zədələnəndə taxmaqdan ötürüdür. Əvvəllər dolama iplər var idi, onlardan dolayıb biləyə taxırdınız. Bunlar isə hazır özləri balaca bir minimal məhsuldur. Belə 50-50-yə deyərdim yararlığın, çünki o yuxarıda barmaq hissəsindən boş qaldı, bir dənə onu sevmədim. Belə yəni normalda dolamadan yaxşıdır deyərdim. Daha sonra 10 dənəli rezin sifariş vermişəm. Hərəsi 2-2-dir. Paketin içərisində 10 dənədir.
Rəngləri, görüntüsü, materialı məncə çox qəşəngdir. Hətta qolbaq kimi də istifadə etmək olar. Mən bəlkə qolbaq kimi də istifadə elədim, rezin kimi taxmaqdansa. Yəni məhsul xoşuma gəldi. Kim istəsə sifariş verə bilər. Daha sonra başqa bir üzük dəsti sifariş vermişəm. Bu da gümüş tərkiblidir, rəngi getmir. Bu tipli üzüklərdən xoşuma gəldiyinə görə çoxlu sifariş verirəm ki, hər dəfə fərqli taxmaq olsun. Belə barmağıma taxıb göstərirəm, bilmirəm görüntüdə yaxşı görsənir yoxsa yox. Yəni seçə bilirsinizmi hansılar yaxşı idi, hansılar pis idi. Yenə də deyirəm, kim istəsə sifariş verə bilər. Mənim xoşuma gəldiyinə görə hamısını dəst halında sifariş verirəm. Düzdür, içərisindən bəzilərini taxmıram, amma taxdıqlarımı da məsləhət görürəm, kimlər istəsə alsın. Daha sonra fərqli dörtlü üzük sifariş vermişəm. Qızılı rəngdə, paslanmayandı, poladdı. Bunun xoşuma gələn yeri o oldu ki, belə ağac budağına bənzəyən tipli bir şeylərə oxşayırlar. Qeyri-adi görsəndiyinə görə sifariş verdim. Bir də ki, kəpənək xoşuma gəldiyinə görə sifariş vermişəm.